Pomidorlara bir baxın. Sağlam görünür, elə deyil? Amma bəzən görünüşcə sağlam olan pomidorlar xəstəlik daşıyıcısı ola bilər. Söhbət pomidor meyvələrinin qonur-qırışıqlıq virusundan gedir. Virus iki yolla yayılır. Birbaşa, yəni toxum, torpaq və alaq otları vasitəsilə və ya dolayı yolla. Əkin sahəsində istifadə olunan alətlər, işçilərin əlləri, eyni zamanda geyimləri və yaxud da tozlandırıcı həşəratlar səbəbindən. Virusun əsas əlamətləri yoluxmuş meyvələrin səthində yaranan sarı və ya qəhvəyi ləkələr, yarpaq ayasının müxtəlif deformasiyaları, yarpaq damarlarının saralması, qeyri-bərabər yetişmə, yetişməmiş meyvələrdə isə tünd rəngli ləkələrdir. Virus xəstəliyi zamanı yarpaqlar tədricən saralır, nəticədə bitki tamamilə məhv olur. Yəni, virusa yoluxma zamanı məhsulunuzu xilas etmək demək olar ki, mümkün deyil. Çünki virusla mübarizədə kimyəvi maddələr təsirsizdir. Amma narahat olmayın. Bitki xəstəlik və virusları məhsuldan insana keçmir. Bununla belə kifayət qədər böyük miqdarda məhsul itkisinə səbəb olur. Qarşısı alınmasa ciddi fəsadlara gətirib çıxarır. Odur ki, pomidor meyvələrinin qonur-qırışıqlıq virusunun yayılmasının qarşısının alınması məhz iqtisadi aspektdən vacibdir. Bu məqsədlə ölkəmizə ixal edilən bütün pomidor və biber toxumları laboratoriyada molekulyar səviyyədə yoxlanılır. Yoluxmuş bitki və toxumlar məhv edilir, ardıcıl sanitariya tədbirləri həyata keçirilir.